Təhlükəsizlik Agentliyi tərəfindən mononatrium glutamat qida əlavəsindən söhbət gedir. Bu qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub və aktanın yaydığı məlumatda bildirilib ki, sınaq nəticəsində rekord 2022 MMC-yə məxsus bir nümunədə rekord əmtəə nişanlı, hazırda siz görürsünüz efirdə, bu cipsdir. Çoxlarının sevdiyi, balacaların da, böyüklərin də sevdiyi qida məhsuludur, ya da abur-cubur, ya da atışdırmalıq deyirlər buna və Qəbələ konserv zavodu MMC-yə məxsus 2 nümunədə cipsim kabab əmtəə nişanlı və cipsim tomat əmtəə nişanlı istehsal olan və son istifadə tarixi məhsul partiyalarında qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülərək qeyd olunan istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması və yığışdırılmasına dair müvafiq qərar qəbul edilib və qeyd edək ki, mononatrium glutamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə glutamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində E621 və ya monosodium glutamat kimi qeyd edilir. Qida sənayesində əsasən kalbasa, sosis, hazır şorbalar, fast food, cips və konservlərdə geniş istifadə olunur. Yəni bütün zərərli məhsullarda istifadə olunur və yol verilən həddindən artıq qəbul insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Baxmayaraq ki, bu məhsulların bir çoxu standartlar çərçivəsində hazırlanır. Hətta bununla belə yenə mütəxəssislər, həkimlər maksimum dərəcədə sözü gedən məhsullardan az istifadə edilməsini tövsiyə edirlər. Xüsusilə də uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdırlar.